Xaçmazda 2 il öncə itkin düşən şəxsin qətlə yetirilməsinə dair hadisənin bəzi detalları üzə çıxıb. Şimal News xəbər verir ki, araşdırmalar zamanı bəlli olub ki, Əkbərov bir müddət əvvəl ailəsindən ayrılıb və ona məxsus evdə şübhəli Həsən Əliyev kirayəçi kimi yaşayıb. Belə ki, usta işləyən kirayəçi ev sahibini ov tüfəngi ilə öldürdükdən sonra cinayətin izini itirmək üçün ağla sığmaz üsula əl atıb. O meyidi evin həyətində bastırıb və həmin yerin üzərində isə ittihamı tikib. Hadisədən sonra Əkbərovun taleyi ilə maraqlanan şəxslərə isə kirayəçi yalan məlumatlar verib. O ev sahibinin aliment borcları olduğu üçün hüquq mühafizə orqanlarından gizləndiyini iddia edib. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Əkbərov 3 il ərzində aliment ödəmədiyi üçün hüquq mühafizə orqanları tərəfindən axtarışda olub. Əməliyyat tədbirləri çərçivəsində isə onun kirayəçisi Sürəddin Həsən Əliyev tərəfindən ov tüfəngi ilə qətlə yetirildiyi və meyidin evin həyətində bastırıldığı üzə çıxıb.